Esselamu Aleyküm bizi izleyenler ve hürmetli həmkarlarım. Bugünkü dərsimizdə kondisionerin faydaları və zərəri barəsində danışacağıq. Məlum məsələdir ki, bayırda havanın temperaturu 35 dərəcədən çox olduqda artıq həqiqətən də evdə oturmaq faktiki olaraq dözülməz olur. Və belə olduqda bəzi adamların ürək döyüntüsü getdikcə çoxalır, təngi nəfəslik yaranır və insan özünü yaxşı hiss etməməkdədir. Və belə olduqda nə etmək? Əlbəttə ki, bunun üçün kondisioner cihazımız var və bu kondisioner cihazını istifadə edərək biz özümüz üçün rahat bir mühit yaratmış oluruq. Amma hər bir şeydə olduğu kimi bu cihazın da müəyyən bir istifadə qaydaları vardır. Bu istifadə qaydalarını biz bu studiyamızda dəfələrlə demişik. Üstəlik, demək, kondisionerlərin uzaqdan komandasına və yaxud pultuna həsr olmuş videolarda da biz də əlbəttə ki, bunu kondisionerin necə proqramlaşdırılmasını sizə başa salmışıq. Amma yenə də ola bilər ki, kimsə o videolara baxmır, bu səbəbdən də biz bu videonu çəkmək qərarına gəldik. Yəni, kondisioner əgər soyuq rejimdə 22-24 dərəcəyə ayarlanırsa, bu zaman kondisionerin bizə soyuq dəyməsi sadəcə mümkün deyildir. Xüsusilə də temperatur 23-24 dərəcə ayarlandıqda və kondisioner birbaşa üzərimizə üfürmədikdə, o zaman kondisionerdən xəstələndim deyilən bir problem olmamaqdadır. Çünki zaman zaman biz müştərilərin evlərinə gələndə onların 18 dərəcəyə qədər temperaturu nizamladıqlarını görürük. Amma bilmək lazımdır ki, artıq temperatur 22 dərəcə olduqda biz ən azı 2 ədyalla yata bilirik. Bir başqası əlbəttə 1 ədyalla da yata bilər. Amma demək istəyirəm ki, yəni 22 dərəcə temperaturun artıq özü belə bizim bədənimizə bir qədər soyuq kimi görünür. Deməli, 22-24 dərəcə arasında insandan asılı olaraq ayarlanmasında böyük bir fayda var. Bəs isitmə rejimində? İsitmə rejimində də 27-30 dərəcə arasında isitməyə istifadə etmək məsləhətdir. Yəni, temperaturun ayarlanması 27 ilə 30 dərəcə arasında olmalıdır. Əgər 27-nin özü belə siz üçün azsa qaldırırsa, əgər çoxdursa aşağı salırsa. Qeyd etmək lazımdır ki, kondisionerdən soyuq layan adamların əksəriyyətində birbaşa onun üzərinə vurması səbəbindən olur. Və yaxud temperaturun həddindən artıq aşağıya qoyması səbəbindən olur. Qeyd etmək lazımdır ki, insan yatağına uzanarkən əlbəttə ki, bədənində olan enerji qalır və getdikcə bu bədəndə olan enerji azaldıqca onun soyuğa qarşı müqaviməti də azalır. Bu səbəbdən də baxmayaraq ki, bizim otağımızın içində temperatur deyək ki, 23 dərəcə olacaq, biz gecə saat 12-də əgər yatağımıza uzanırıqsa, həmin vaxtda 23 dərəcə biz üçün rahat, amma səhərə yoxun biz artıq soyuğu hiss etməkdəyik. Bunun üçün kondisionerlərin pultunda sleep və yaxud son və yaxud yuxu rejimi var. Bu nə deməkdir? Tutaq ki, biz gecə yatarkən temperaturu 22 dərəcə ayarladıq və sleep düyməsini bastıq. Təxminən 2 saatdan sonra bizim kondisionerimiz avtomatik olaraq temperaturu 23 dərəcəyə qaldıracaq. Bir neçə saatdan sonra isə, səhərə yaxın isə temperaturu 24 dərəcəyə qaldıracaqdır və dolayısıyla bizə soyuq dəyməyəcəkdir. Eyni şey isitmə rejimindədir, keçərlidir. İsitmə rejimində tutaq ki, biz temperaturu 30 dərəcə ayarlamışıq, sleep düyməsini basıb yerimizə uzanmışıq. Təxminən 2 saatdan sonra temperaturu 29-a, bir neçə saatdan sonra isə 28-ə qədər aşağı salacaq və bu səbəbdən də bizə həddindən artıq çox isti olmayacaq. Hörmətli tamaşaçılar, kondisionerin xeyirləri çoxdur. Əlbəttə, müəyyən bir zərərləri də var. Məsələn, evin içində olan, havada olan nəmin azalması. Yəni, kondisioner işləyən otaqda havada olan nəmin miqdarı azalır. Bəs bunun əlacı varmı? Əlbəttə ki, var. Bunun əlacı havanı tez-tez dəyişməkdir. İstər yayda olsun, istər qışda olsun, biz havanı dəyişmək məcburiyyətindəyik. Havanın daimi dəyişməsi də mümkündür. Biz bir qədər pəncərəni aralı qoyub, bir neçə santim aralı qoyub bunu edə bilərik. Bəziləri səhv olaraq elə bir düşünürlər ki, güya kondisioner işləyərkən qapının açıq olması və yaxud pəncərənin açıq olması kondisionerin xarab olmasına səbəb olur. Bu kəsinliklə yanlışdır. Bunu mən sizə deyirəm, bir kondisioner mütəxəssis kimi, bir müəllim olaraq deyirəm, bu kəsinliklə yanlışdır. Yəni siz
Kondisioneri hətta küçədə saatlar boyu işlədə bilərsiniz. Kondisioneri xarab olmasından söhbət belə gedə bilmir. Sadəcə olaraq pəncərə açıq olduğunda siz daha yaxşı nəfəs alacaqsınız. Azacıq açıq olmaqdan söhbət gedir və eyni zamanda da kondisioneriniz ola bilsin ki bir qədər artıq elektrik enerjisi istəyir. Amma bundan başqa bunun heç bir zərəri yoxdur. Yəni azacıq pəncərənin açıq olmasının heç bir zərəri yoxdur. Bundan başqa bir kondisionerin temperaturunu bayaq dediyimiz kimi düzgün qoymaq lazımdır. Və yaxud kondisionerlərin filtrləri vaxtı-vaxtında təmizlənməlidir. Bu filtrlərin təmizlənməməsi allergiya, pnevmoniya və başqa xəstəliklərə yol aça bilir. Bu xəstəliklərdən qurtulmaq üçün kondisionerlər ən azı 2-3 ildən bir mütləq surətdə təmizlənməlidir. Bu təmizlənmə sökülərək də ola bilir, sökülməyərək də ola bilir. Ola bilər ki, hansısa müştəri fikirləşə bilər ki, usta öz xeyrinə görə deyir. Burada elə bir söhbət yoxdur. Sadəcə söhbət ondan gedir ki, bir kondisionerin çirkli olması həm orqanizmə, həm də cibimizə zərərlidir. Tutaq ki, çöl hissəsinin çirkli olması təxminən 1-2 amper artıq əgər demək, tokun yeməyinə gətirib çıxarırsa, bu o deməkdir ki, hər bir saatda bizim kondisionerimiz 3-5 köpük arasında artıq elektrik tükədəcəkdir. Bu səbəbdən əvvəlcə söz deməmişdən qabaq bir fikirləşmək lazımdır. Yəni, təmizlik imandandır biz bilirik və kondisionerin təmiz olması həqiqətən də həm bizim sağlamlığımıza, həm də cibimizə xeyri vardır. Eyni zamanda zaman-zaman biz eşidirik ki, bizim müştərilərimiz kondisionerdən xoşa gəlməz bir iy gəlir deyə bizə şikayət edirlər. Bu xoşa gəlməz iy həmən bayaq altını cızdığımız bakteriyaların, mikrobların, patogenlərin bizim kondisionerimizin üzərində əmələ gəlməsidir. Mən sizə bir insanın 15 il və yaxud 20 il ərzində kondisioneri yuduzdurmadığı barəsində danışsam, bilin ki, mən doğru demiş oluram. Və bir kondisionerin 15 il gözləmək lazım idimi? Yəni 15 il ərzində bu kondisionerdən üfunət iyi otağa daimi saçılmışdır, amma müştəri nə yazıq ki, bu problemi aradan qaldırmaq üçün heç bir ustaya müraciət etməmişdir. Biz burada kondisionerin həm faydalarından danışdıq, həm də xeyirlərindən danışdıq. Daha bir faydası isə bizim həqiqətən bu havada, bu temperaturda, yəni hava isti olduqda, bizim otağımızda kondisioner işlədikdə biz özümüzü daha rahat hiss etməkdəyik. Bəzi adamlarda olan ürək döyüntüləri kondisioner otağına girdikdən sonra əlbəttə ki, əvvəlki kimi daha rahat, əvvəlki kimi demək, bəzi adamlarda ürək döyüntüləri havanın temperaturu, hərarəti qalxdıqca çoxalmaqdadır. Kondisioner olan otağa girdikdə isə yavaş-yavaş normaya düşməkdədir. Bu səbəbdən biz kondisioneri pisləməməliyik. Kondisioner bir cihazdır. Necə ki, bu sağ bir alətdir. Kondisioner də bir cihazdır və ondan doğru dürüst istifadə etməyi bacarmaq lazımdır. Biz YouTube kanalımızda təxminən 100-ə yaxın kondisionerin müxtəlif modellərin deməli videolarını qoymuşuq. Öyrənmək istəyənlər orada öz kondisionerinin adı yazıb, məsələn, Midea kondisionerinin isti və soyuq rejimə keçirilməsi yazıb, o videolarla tanış ola bilərlər. Bizi axıra qədər izlədiyinizə görə biz sizə təşəkkürümüzü bildiririk. Mən Yusuf müəllim, kondisionerlərin təmiri kitabının müəllifi. Bu kitabı əldə etmək istəyənlər bizə müraciət etsinlər. Biz də inşallah onu sizə PDF formatında göndərəcəyik. Əssəlamu aleykum və rəhmətullahi və bərəkatuhu.